Ramazan ayı elə bir aydır ki, bunun qədrini bilmədinsə, sən axtarıb da o rəhmət tapa bilməyəcəksən. Bu fürsət həmişə ələ gəlmir. O nəyə bənzəyir bu? Görürsən, insan uşaq olarkən valideynindən nəsə icazə almaq istəyəndə, nəyinsə icazəsini almaq istəyəndə adi vaxtlar alamır. Bəzən görür ki, valideyninin, atasının və yaxud anasının halı çox xoşdur. Keyfi çox yaxşıdır. Onun şadlığından, keyfinin yaxşı olmağından ən yaxşı şəkildə istifadə edir. Gəlir, neçə gün, neçə həftə ala bilmədiyi icazəni burada ala bilir. Yəni, burada Allah, deyərsiniz ki, Allah başqa aylarda mehriban deyil. Allah bütün aylarda, bütün günlərdə mehribandır. Sadəcə oradakı rəhmətə sən gedib çatmalısan. Burada isə Ramazan ayında özü gəlib sənin qapını döyür. Ona görə Peyğəmbər buyurmur ki, Ramazan ayına doğru gedirsiniz. Peyğəmbər buyurur ki, Ramazan ayı sizə doğru gəlir. Ramazan ayı sizə doğru hərəkət eləməkdədir. Ya belə deyək də, səyyar təcili yardımdır, səyyar köməyə gələn. Ramazan ayı belədir. Səyyar mərhəmət, belə deyək, mexanizmidir. Gəzir bir-bir qapıları. Fürsət gəzir Allah ki, bir dənə bu ay oruç tutsun.